Yuhanna Havarinin yazdığı birinci məktub. Müqəddəmə. İki balıq tutan qardaş, yəni Yuhanna və Yaqub, əxlaq və rəftarlarında o qədər acı və bərk idilər ki, İsa onlara gürültü oğulları ləqəbini vermişdi. Amma buna baxmayaraq Yuhanna Məsihi çox sevirdi. 3 il Məsihlə yaşamaq, ona məhəbbətin əməldə necə olduğunu elə öyrətdi ki, ömrünün axırlarında onu məhəbbət havarisi çağırırdılar. Hər yerə gedirdi, sözünün mehvəri bu idi. Bir-birinizi sevin. Yuhanna bu məktubda Tanrının məhəbbət olduğunu göstərir və həqiqi həyatı başqa insanlara məhəbbət etməkdə görür. Fəsil 1. Həyat sözü haqqında sizə elan edirik. Əzəldən bəri var olan haqqında. Onu eşitdiyimiz, gözlərimizlə gördüyümüz, baxdığımız və əllərimizlə hiss etdiyimiz haqqında. Həyat zahir olundu. Onu gördük və ona şəhadət veririk. Sizə əbədi həyatı elan edirik ki, ata ilə birlikdə idi və bizə zahir olundu. Biz sizə gördüyümüz və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə rəfaqətiniz olsun və bizim rəfaqətimiz ata və onun oğlu İsa Məsihlədir. Bunları sizə yazırıq ki, şadlığımız kamil olsun. Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur ki, Tanrı nurdur və onda qaranlıq əsla yoxdur. Əgər deyirik ki, onunla rəfaqətimiz var, halbuki qaranlıqda gəzirik, yalan danışırıq və həqiqətə əməl etmirik. Amma əgər onun nurda olduğu kimi biz də nurda gəzirik, onda bir-birimizlə rəfaqətimiz var və onun oğlu İsa Məsihin qanı bizi hər günahdan təmizləyir. Əgər günahsız olduğumuzu iddia edirik, özümüzü aldadırıq və bizdə doğruluq yoxdur. Əgər günahlarımıza etiraf edək, o sadiq və salihdir ki, bizim günahlarımızı bizə bağışlasın və bizi hər yamanlıqdan təmizləsin. Əgər deyirik ki, günah etməmişik, onu yalancı göstəririk və onun sözü bizdə yoxdur. Fəsil 2. Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər biri günaha batsa belə, atanın yanında şəfaət edənimiz var, yəni salih olan İsa Məsih. O özü günahlarımızı bağışladan qurbandır. Ancaq tək bizim günahlarımızı yox, bütün dünyanın günahlarını bağışladan. Onu tanıdığımızı bundan bilirik ki, onun əmrlərini yerinə yetiririk. Hər kəs ki, onu tanıyıram deyir, amma onun əmrlərini yerinə yetirmir, o yalancıdır və onda doğruluq yoxdur. Lakin hər kəs ki, onun sözünü yerinə yetirir, Tanrı məhəbbəti onda həqiqətən kamil olur. Bundan bilirik ki, ondayıq. Hər kəs ki, onda yaşadığını iddia edir, o da gərək İsa'nın rəftar etdiyi kimi rəftar etsin. Əzizlər, sizə təzə bir hökm yazmıram. Qədim hökmü yazıram ki, başlanışdan bəri ona malik idiniz. Qədim hökm, başlanışdan bəri o sözdür ki, onu eşitdiniz. Cinə də sizə təzə bir hökm yazıram. Bunun doğru olduğu həm Məsihdə, həm də sizdə görünür. Çünki qaranlıq keçir və həqiqi nur indidən parlayır. Hər kəs ki, nurda olduğunu deyir, lakin qardaşından nifrət edir, indiyə kimi qaranlıqdadır. Qardaşını sevən nurda yaşayır və onda büdrədən bir şey yoxdur. Amma qardaşından nifrət edən qaranlıqdadır və qaranlıqda gəzir. Haraya getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kör edib. Ey övladlar, sizə yazıram. Çünki onun adının xatirinə günahlarınız bağışlanıb. Atalar, sizə yazıram, çünki başlanışdan bəri var olanı tanıyırsınız. Ey cavan oğlanlar, sizə yazıram, çünki şərirə qalib gəldiniz. Uşaqlar, sizə yazıram, çünki atanı tanıyırsınız.
Ey atalar, sizə yazdım, çünki başlanışdan olanı tanıyırsınız. Cavan oğlanlar, sizə yazdım, çünki güclüsünüz və Tanrının kəlamı sizdə yaşayır. Şərirə də qalib gəldiniz. Dünyanı və dünyada olan şeyləri sevməyin. Dünyanı sevən adamda atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, insanın cismani təbiətinin həvəsləri, gözlərin həvəsləri və dünyanın təkəbbürü atadan yox, dünyadandır. Dünya və onun həvəsləri keçir, lakin Tanrının istəyini yerinə yetirən əbədə kimi qalır. Ey uşaqlar, axır zamandır və eşitdiyiniz kimi Məsihin ziddinə olan gəlir. Elə indi də bir çoxlu Məsihə zidd olanlar gəliblər. Bundan bilirik ki, axır zamandır. Onlar bizim aramızdan çıxdılar, amma bizdən deyildilər. Əgər bizdən olsaydılar, bizimlə qalardılar. Amma onlar çıxdılar ki, heç birinin bizdən olmaması bilinsin. Amma siz müqəddəs olan tərəfindən məsh olunubsuz və hər şeyi bilirsiniz. Mən sizə ona görə yazmadım ki, həqiqəti bilmirsiniz. Ona görə yazdım ki, həqiqəti bilirsiniz, heç yalan da həqiqətdən deyil. Əgər İsa'nın Məsih olduğunu inkar edən yalancı deyil, bəs yalancı kimdir? Məsihə zidd olan odur ki, ata və oğlu inkar edir. Oğlu inkar edən hər kəs atadan da məhrumdur. Lakin hər kəs ki, oğula olan imanını iqrar etsə, ata da onundur. Qoy başlanışdan bəri eşitdiyiniz sizdə qalsın. Əgər başlanışdan bəri eşitdiyiniz sizdə qalsa, siz də oğul və atada qalarsınız. Və onun bizə vədə verdiyi budur, yəni əbədi həyat. Bunları siz yoldan çıxardanlar barəsində sizə yazdım. Sizə gəlincə, ondan aldığınız məhz sizdə qalır və ehtiyacınız yoxdur ki, kimsə sizə təlim versin. Lakin necə ki, həmən o məhz hər şeyin haqqında sizə təlim verir və yalan yox, doğrudur da, necə ki, o sizə təlim verib, onda qalın. İndi övladlar, onda yaşayın ki, o zuhur edəndə yəqinimiz olsun və o gələndə onun qabağında utanmayaq. Əgər onun salih olduğunu bilirsiniz, bilin ki, doğru olanı yerinə yetirən hər kəs ondan doğulub. Fəsil 3. Görün ata bizə nə böyük bir məhəbbət göstərib ki, Tanrının övladları adlanaq və biz eləyik də. Dünya onu tanımadığı üçün bizi də tanımır. Sevgililər, indi biz Tanrının övladlarıyıq. Amma nə olacağımız hələ zahir olunmayıb. Ancaq bilirik ki, Məsih zuhur edəndə biz ona bənzəyəcəyik. Çünki onu olduğu kimi görəcəyik. Ona belə ümid bağlayan hər kəs özünü pak edir, necə ki, o pakdır. Günah edən hər kəs şəriəti də ayaq altına qoyur və günah şəriətə zidd durmaqdır. Və siz bilirsiniz ki, o, günahları aradan götürmək üçün zuhur etdi və onda heç günah yoxdur. Onda qalan hər kəs günah etməz. Günah edən adam nə onu görüb, nə də onu tanıyır. Övladlar, heç kəs sizi aldatmasın. Salihliyə əməl edən salihdir, necə ki, o salihdir. Günah edən iblisdəndir, çünki başlanışdan günah edən iblisdir. Tanrının oğlu da buna görə zuhur etdi ki, iblisin əməllərini məhv etsin. Tanrıdan doğulan adam günah etməz, çünki Tanrının toxumu onda yaşayır. O günah edə bilməz, çünki Tanrıdan doğulub. Kimin Tanrının övladı olduğu, kimin də iblisin övladı olduğu bundan bəlli olur. Salihliyə əməl etməyən Tanrıdan deyildir. Qardaşını sevməyən də elədir. Başlanışdan bəri eşitdiyiniz xəbər budur ki, bir-birimizi sevək. Şərirdən olub qardaşını öldürən qayen kimi olmayaq. Qardaşını nə üçün öldürdü? Ona görə öldürdü ki, öz əməlləri şər, lakin qardaşının əməlləri salih idi. Qardaşlar, əgər dünya sizdən nifrət edir, buna təəccüb etməyin.
biz bilirik ki, qardaşımızı sevdiyimiz üçün ölümdən həyata keçmişik. Qardaşını sevməyən ölümdə qalır. Qardaşından nifrət edən hər kəs qatildir və siz bilirsiniz ki, heç bir qatil əbədi həyata sahib ola bilməz. Məhəbbətin nə olduğunu biz bundan bilirik ki, o öz canını bizim üçün fəda etdi, biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik. Əgər bir adam dünya malına sahib olub, qardaşını ehtiyac içində görsə, lakin ona rəhmi gəlməsə, onda Tanrının məhəbbəti necə ola bilər? Övladlar, söz və dillə yox, əməl və həqiqətlə sevək. Bundan həqiqətə aid olduğumuzu biləcəyik və nə xüsusda ki, ürəyimiz bizi məhkum etsə, onun hüzurunda ürəyimizi arxayın edəcəyik. Çünki Tanrı bizim ürəyimizdən daha böyükdür və hər şeyi bilir. Sevgililər, əgər ürəyimiz bizi məhkum etmir, o zaman Tanrının hüzurunda arxayınıq və ondan hər nə arzu edirik, alırıq. Çünki onun əmrlərini yerinə yetiririk və ona məqbul olan işləri görürük. Onun əmri budur ki, biz onun oğlu İsa Məsihin adına iman gətirək və bir-birimizi onun bizə əmr etdiyi kimi sevək. Və onun əmrlərini yerinə yetirən onda, o da onlarda qalır. Ruhun vəsiləsilə biz bilirik ki, o bizdə yaşayır. Fəsil 4. Sevgililər, hər ruha inanmayın. Amma ruhları imtihan edin ki, onların Tanrıdan olub olmadığını biləsiniz. Çünki dünyada çox yalancı peyğəmbər yayılıb. Tanrının ruhunu belə tanıyın. İsa Məsihin cismdə gəldiyini iqrar edən hər ruh Tanrıdandır. İsa Məsihin cismdə gəldiyini iqrar etməyən heç bir ruh Tanrıdan deyil. Bu, Məsihə zidd olanın ruhudur ki, onun gələcəyini eşidibsiniz və indi elə dünyadadır. Siz, ey övladlar, siz Tanrıdansınız və yalancı peyğəmbərlərə qalib gəlibsiniz. Çünki sizdə olan ruh dünyada olandan böyükdür. Onlar dünyəvidirlər, buna görə danışdığı şeylər də dünyəvidir və dünya onlara qulaq asır. Biz Tanrıdanıq. Tanrını tanıyan bizə qulaq asır. Tanrıdan olmayan bizi eşitməz. Həqiqət ruhunu və yalan ruhunu biz bundan bilirik. Ey sevgililər, bir-birimizi sevək, çünki məhəbbət Tanrıdandır və məhəbbət edən hər kəs Tanrıdan doğulub və Tanrını tanıyır. Məhəbbət etməyən Tanrını tanımayıb, çünki Tanrı sevgidir. Tanrının bizə olan məhəbbəti belə zahir olub. Tanrı öz yeganə oğlunu dünyaya göndərdi ki, biz onun vasitəsilə yaşayaq. Məhəbbət budur. Nə ki biz Tanrını sevdik, bu ki o bizi sevdi və öz oğlunu bizim günahlarımız üçün kəffarə göndərdi. Sevgililər, əgər Tanrı bizi belə sevdi, biz də gərək bir-birimizi sevək. Tanrını heç kim heç zaman görməyibdir. Əgər bir-birimizi sevsək, Tanrı bizdə yaşayır və onun məhəbbəti bizdə kamil olur. Bizim onda yaşadığımızı, onun da bizdə yaşadığını bundan bilirik ki, o bizə öz ruhundan verib. Kim iqrar etsə ki, İsa Tanrının oğludur, Tanrı onda, o da Tanrıda yaşayır. Və biz Tanrının bizə olan məhəbbətini dərk edib ona inanmışıq. Tanrı məhəbbətdir və məhəbbətdə yaşayan Tanrıda yaşayır. Tanrı da onda yaşayır. Məhəbbət ona görə bizdə kamil olub ki, qiyamət günündə yəqinimiz olsun. Çünki Məsih necədir, biz də bu dünyada eləyik. Məhəbbətdə qorxu yoxdur. Əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxuda əzab var, qorxan da məhəbbətdə kamil olmayıb. Biz sevirik. Çünki əvvəl o bizi sevib. Kim desə ki, mən Tanrını sevirəm, lakin öz qardaşından nifrət etsə, o yalancıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Tanrını sevə bilməz. Bizim ondan aldığımız əmr budur ki, Tanrını sevən
gərək öz qardaşını da sevsin. Fəsil 5. İsa'nın Məsih olduğuna inanan hər kəs, Tanrıdan doğulub və atanı sevən hər kəs ondan doğulanı da sevir. Biz Tanrının övladlarını sevdiyimizi bundan bilirik. Tanrını sevib onun əmrlərini yerinə yetirməklə. Çünki Tanrını sevmək, Tanrının əmrlərini yerinə yetirməkdir və onun əmrləri ağır deyil. Çünki Tanrıdan doğulan hər kəs dünyaya qalib gəlir və dünyaya qalib gələn zəfər imanımızdır. Dünyaya qalib gələn kimdir? Məgər o deyil ki, İsa'nın Tanrı oğlu olduğuna inanır. Budur o ki, su və qanla gəldi, yəni İsa Məsih. O ancaq su ilə yox, su və qanla gəldi. Ruh da buna şəhadət verir, çünki ruh haqdır. Ona görə ki, 3 şahid var. Ruh, su və qan. Bunların üçü də bir-birinə mütabiqdir. Biz insanların şəhadətini qəbul edirik, lakin Tanrının şəhadəti bundan böyükdür. Çünki Tanrının verdiyi şəhadətdir ki, öz oğlu haqqında verib. Tanrının oğluna iman gətirən öz-özündə bu şəhadəti var. Lakin Tanrıya iman gətirməyən onu yalançı görsədib, çünki Tanrının öz oğlu haqqında verdiyi şəhadətə inanmayıbdır. Və şəhadət budur ki, Tanrı bizə əbədi həyat verib və bu həyat onun oğlundadır. Tanrının oğluna malik olanın həyatı var, lakin Tanrının oğluna malik olmayanın həyatı yoxdur. Bunları sizə, Tanrının oğlunun adına inananlara yazmışam ki, əbədi həyata malik olduğunuzu biləsiniz. Və onun huzurunda malik olduğumuz yəqin bundan ibarətdir ki, əgər onun iradəsinə görə bir şey tələb edirik, o bizi eşidir. Və əgər bilirik ki, o bizim hər tələb etdiyimizi eşidir, bunu da bilirik ki, ondan tələb etdiklərimizi almışıq. Əgər kimsə qardaşını görsə ki, ölümə aparmayan günah edir, gərək dua etsin. Tanrı da ona həyat verəcək. Bunu onlar haqqında deyirəm ki, günahları ölümə aparan deyil. Günah var ki, ölümə aparır, demirəm ki, bu günah üçün dua etsin. Hər cür salihsizlik günahdır. Lakin günah da var ki, ölümə aparan deyil. Bilirik ki, Tanrıdan doğulan hər kəs günah etməz. Əksinə, Tanrıdan doğulan özünü saxlar və şərir ona toxuna bilməz. Biz bilirik ki, Tanrıdanıq. Lakin bütün dünya şərinin hakimiyyəti altındadır. Bunu da bilirik ki, Tanrının oğlu gəlib və bizə fəhm verib ki, haqq olanı tanıyaq. Biz ondayıq ki, haqdır. Oğlu İsa Məsihdə. Həqiqi Tanrı və əbədi həyat odur. Övladlar, özünüzü bütlərdən qoruyun.